Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilərim. Bugünkü videomuzda sizlərə kanaldakı digər videolardan fərqli bir mövzuda bir məlumat verəcəyim. Bugünkü mövzumuzun adı gitaradır. Videolarımın altında bir yorum görmüşdüm ki, gitara haqqında məndən məlumat istəyirdi və mən də kanalda heç belə bir video olmadığı üçün çəkmək qərarına gəldim. Klassik gitara həm qədim köklərə sahib olan, həm də müasir musiqidə öz yerini qoruyan ən məşhur simli alətlərdən biridir. Bugünkü videoda klassik gitaranın tarixi, quruluşu, ifa xüsusiyyətləri və musiqidə rolu haqqında sizə qısa, amma məlumatlandırıcı bir icmal təqdim edəcəyəm. Klassik gitaranın tarixi çox qədimdir. Onun sələfi hesab olunan simli alətlər hələ qədim Mesopotamiya və Misirdə mövcud olub. Lakin bugünkü tanıdığımız formaya gitara əsasən 19-cu əsrdə İspaniyada, xüsusilə də lüt ustası Antonio Torresin işləri nəticəsində gəlib. Torres gitaranın korpusunu böyüdərək səsini gücləndirdi və bu aləti dünyanın hər yerinə tanıtdı. Klassik gitaranın quruluşu da olduqca maraqlıdır. Gitaranın gövdəsi rezonans üçün xüsusi hazırlanmış ağaclardan, əsasən sipres, palisandr və ya ağcaqayından düzəlir. Üst qapaq çox zaman küknardan hazırlanır, çünki bu ağac ən yaxşı titrəyiş ötürülməsini təmin edir. 6 simin 3'ü naylon, digərləri isə metal sarğılı naylondur. Bu simlər gitara səsinə yumşaqlıq, istilik və klassik üsluba xas dərinlik verir. Klassik gitara digər gitaralardan fərqli olaraq barmaqlar ilə ifa olunur və buna görə polifonik alət sayılır. İfa zamanı sağ əl simləri birbaşa barmaqlarla titrədir, sol əli isə ladlardan notların yerlərini dəyişir. Bu texnika gitaraçıya həm melodiyanı, həm müşayiəti, həm də akordları eyni anda ifa etməyə imkan verir. Maraqlı bir məqam da odur ki, klassik gitara üçün xüsusi oturuş forması var. İfaçı gitaranı sol ayağın üzərinə qoyur və aləti bədənə yaxın tutur. Bu pozisiya həm rahatlıq yaradır, həm də düzgün səs çıxarmağa kömək edir. Klassik gitara repertuarı isə olduqca zəngindir. Barokko dövrünün əsərlərindən tutmuş romantik kompozisiyalara, Latın Amerikası musiqi nümunələrinə qədər çox geniş bir sahəni əhatə edir. Fernando Sor, Mauro Giuliani, Francisco Tárrega və Andrés Segovia kimi gitaristlər bu alətin inkişafında böyük rol oynayıblar. Xüsusilə Segovia gitara musiqisini konsert səhnələrinə çıxaran şəxs kimi tanınır. O birinci gitarist idi. Kim ki gitaranı salonlarda yox, artıq böyük səhnələrdə səsləndirirdi. Onun repertuarı çox zəngin idi. Bach, Albeniz, Villa-Lobos, Granados və digər korifey bəstəkarların əsərlərini ifa edirdi. Qeyd etmək lazımdır ki, gitara alətində konsertmeyster yoxdur. Müstəqil solo alət sayılır. Beethoven gitaranı miniatür orkestr adlandırırdı. Bugün isə klassik gitara üçün müasir bəstəkarlar və eyni zamanda Azərbaycan bəstəkarları da müxtəlif əsərlər yazırlar. Bunlara Fərəc Qarayev, Rəhilə Həsənova, Xəyyam Mirzəzadə, Firəngiz Əlizadə kimi bəstəkarlar aiddir. Nəticə olaraq klassik gitara həm tarixi dərinliyi, həm zəngin repertuarı, həm də özünə məxsus ifa texnikası ilə musiqi alətləri arasında xüsusi yer tutur. Əgər siz də bu alətlə maraqlanırsınızsa, məncə klassik gitara həm yaradıcılıq, həm emosional ifadə, həm də texniki inkişaf üçün ən gözəl seçimlərdən biridir. Dinlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Sağ olun.